Bu mövzumuz ən çox ürək-qan damar sistemi xəstəliyindən əziyyət çəkən insanlar üçündür. Belə insanlara, belə pasientlərə hər zaman kardioloqlar tərəfindən qan durğulaşdırıcılar, sadə dildə desək, dərmanlar yazılır. Aspirin kardio, kardiomaqnil kimi preparatlar yazılır və bunlar da mədəyə zərərli olduğu üçün bəzən mədə qoruyucular təyin olunur, bəzən isə təyin olunmur. Və uzun müddət bu dərmanları qəbul edən pasientlər ac qarına qəbul ediblərsə və yaxud mədə qoruyucularından lazımı qədər istifadə etməyiblərsə də, bəzən etmələrinə rağmen mədədə eroziyalar, xoralar yarana bilir və qanaxmalar baş verir. Məhz bizim xəstəxanada da böyük bir kardioloji şöbə olduğu üçün mən demək olar ki, ayda 2-3 dəfə belə qanaxmaları saxlayırıq, şahidi oluruq. Ona görə əziz pasientlər, dəyərli izləyicilər, əgər ürək-qan damar sistemi xəstəsisinizsə və belə dərmanlar qəbul edirsinizsə, mədə şikayətləriniz olan zaman yanma, göynəmə, nəcisdə bircə dəfə də olsun qara nəcis görmüsünüzsə, dərhal həkim mütəxəssislərə müraciət etməlisiniz ki, yaranmış fəsadın qarşısı alınsın.